Ay Ömər, sənin bizneslərin necədir? Belə də yaxşıdır. Necə gedir bizneslərin? Yaxşı vaxtdır, şükür Allah. Nə biznesləri ilə məşğul idin sən indi? Restoran. Restoran biznesləri ilə. Bəli. Restoran deyəndə sən restoran işlərinə oxşamırsan. Çox arıqsan, yemək vermirlər desə sənə. Niyə? Arada bir yeyirəm də. Arada bir yeyirsən. Bəli. Olsun. Ömər bizim gözümüzün qabağında böyüyürdü. Biz onun gəncliyini görmüşdük. Nahid, mən sizə bir şey deyim, üzr istəyirəm. Deməli, hələ mən bu sənətdə yox idim, dərs alırdım. Mən 8 ildən artıqdır sizinlə xeyriyyə təşkilatının rəhbəriyəm də. Mən xeyriyyə tədbirlər eləyirdik. İndi mən Ramil qardaşıma ona görə bax, canlı efirdən təşəkkür eləyirəm ki, hər zaman bizim yanımızda olub, hər zaman uşaqlar evi, qocalar evi, məsəl üçün Qubadlıda konsertdə yadınızda, müharibədən sonra. Hər zaman nə demişik, nə vaxt çağırmışıq candan başdan. Siz sağ olun ki, həmişə gəlib iştirak eləyib. Özdə uşaqların ən sevdiyi bir ifaçıdır Ramil qardaşımız. Allah onun canını sağ eləsin ki, həmişə bizim yanımızda olub. Bəli. Nə qədər canımda ruhum var. İndi mən sizə bir şey deyim. Bax, dəfələr nə olub ki, mən bu sənətdə deyildim də, mən o vaxt Ramil tanımırdım. Da tanışdığımız yox idi şəxsi. Dəfələr nə olub ki, xalq artistləri olub, əməkdar olub. Heç misal üçün belə tanınmayan, təzə çıxan bir müğənni olub ki, dəfələr nə olub, çağırmışıq ki, bəs uşaqlar evində xeyriyyə konsertidir. Pul istəyənlər olub, ümumiyyətlə gəlməyənlər olub, amma Ramildə elə bir söhbət yoxdur. Ayın neçəsi baş üstə oradayam. Sağ ol. Əlhəmdülillah. O böyüklüyündən Çox, sonlu. əlhəmdülillah, neyini Allah eləyir. Bəli, O bəli. şərait yaradır, mən də gəlib gələm. Nədir? Nədir? Gün bundan qabaq da xeyriyyə tədbirində idi. bir Ona yerdə görə idi. də təşəkkür edirik. Böyük körpə bala var idi, onun əməliyyatı üçün yığılırdı. Ay maşallah. Mən yenə təşkilatçılara təşəkkür edirəm ki, biz sənətçiyik də, biz oturmuşuq. Bizim öz işimiz var. Amma təşkilatçı gedir, gəlir, tapır, baxır. Məsəl üçün, Mərdəkanda idi, Şağanda idi. Dəfələrlə gedirdi. Şağanda. Fiziki əmək və əqli qüsurlu uşaqlar evi. Ora hər müğənni gəlib oxuya bilmir. Çünki uşaqları görəndə gözləri dolur, ya da qorxurlar. Çox ağır orası. Amma mən o qədər gəlib gəlmişəm onların yanında ki, onlar mənə görəndə, hətta mən orada balaca gördüklərimi artıq böyük görürəm. Yəni, doğmaları kimi. Onlar, deyirlər, fiziki əqli qüsurlu uşaqlardan, amma çox, indi xanım bir dedi, yaddaşla bağlı danışırdı siz. Çox yaddaşlı uşaqdır. Onlar, məsəl üçün, tanıyırlar. Hamını bir dəfə getdin, artıq tanıyırlar, bilirlər. İndi konsertdən qabaq biz özümüz gedirdik, danışırdıq. Müəyyən işlər var ki, direktorla danışıb icazə almaq lazımdır. O Təhsil Nazirliyinin balansındadır da. Uşaqlar görürdülər ki, sevinirdilər. Nə vaxt gəlirsiniz, ayın neçəsi gəlirsiniz. Həmişə də Ramili, həmişə özləri istəyiblər ki, sizin bir mahnı var idi, gedə yox balara. Hə, onun üçün. Üzü yayı vaxtında onu oxuyanda vapşə sevinirdilər. Açıq havada. Mənə onsuz da həmişə maraqlı gəlir ki, xeyriyyə aksiyasına pul deyib də gəlməyin nə adı var? Yəni bu insan nə qədər... Yox, dəfələr nə olub ki... Yəni bunun adı xeyriyyə bir Gələ güclü müğənnisən, gəl özün xeyri ver. Yox, istəyənlər olub, pul istəyənlər olub, acılayanlar olub, belə pis, sərt şəkildə. Bizim köməkçi var, o danışırdı. Sərt şəkildə acılayanlar olub. Ümumiyyətlə, gəlməyənlər olub. Onu da qəşəng acılayacaqlar vaxtı gələndə. Ondan sonra maraqlı. Biz də acımışıq axı.